Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. ARB televiziyasında günün bu saatı hər birinizi xoş gördük. Magazin Plus verilişi bu həftədə çox maraqlı özəl qonaqlarla, ekskluziv açıqlamalarla sizi ekrana kilitləyəcək. Beləliklə, Magazin Plus plastik rekonstruktiv estetik həkim Taleh Qasımovun baş sponsorluğu Saf Travel, Tural Avtoservis 023-ün sponsorluğu ilə başladı. İlk öncə anonslarımız. Magazin Plus'tan yeni haber var. Zümrüd Şahovanın təqdimatında Bütün diqqətlər Magazin Plus-a yönəlir. Sürpriz olaraq qalsın. ilk dəfə Həyatda da atasının vəfatından sonra susqunluğunu pozan Mirələm Mirələmov, yaşayırıqsa bu da var. sənətkarın gözlərində yaşadığı ağrı və çarəsizlik, Düşünürəm ki, Gözlənilməz açıqlama. Gedirlər restoranlarda. tanınmış tarzən Humay Qədimovanın Hesabat konsertindən özəl görüntülər. Ən çox danışılan hadisələrin izi ilə. Məhsul olanda heç onlarla maraqlanmırlar. Ki, göstəriş üçün ki, bunu görsünlər. Hamısı və daha çoxu birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. 20 illik peşəkar təcrübəyə malik olan plastik rekonstruktiv və estetik cərrah uzman doktor Taleh Qasımov fəaliyyətinin 6 ilini Türkiyənin nüfuzlu Gülhanə Əskəri Tibb Akademiyasında uzmanlıq təhsilinə həsr edib. 2015-ci ildən etibarən fəaliyyətini Azərbaycanda uğurla davam etdirir. Burun və göz qapağı estetikası, üzgərmə, süd vəzi əməliyyatları, bədən şəkilləndirmə, eləcə də anadan gəlmə qüsurların və travma sonrası deformasiyaların bərpası üzrə ixtisaslaşan doktor Taleh Qasımov yüzlərlə uğurlu əməliyyata imza atıb. Peşəkarlığı, nəticələri və pasiyent məmnuniyyəti ilə seçilən həkim bugün ölkənin və regionun tanınmış estetik cərrahlarından biridir. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc disklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Saf Travel MMC 12 ildən artıq təcrübəyə malik peşəkar turizm şirkətdir. Rəhbər Samirə Mirzəyevanın uzun illik təcrübəsi və peşəkar idarəçiliyi sayəsində Saf Travel minlərlə turistin etimadını qazanaraq Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvlərindən biri seçilib. Saf Travel'da daxili və xarici turların təşkili üzrə peşəkar xidmət göstərməklə yanaşı, aviabiletlərin bronlaşdırılması və transfer xidmətləri də təqdim olunur. Şirkət Schengen vizaları daxil olmaqla viza dəstəyi xidmətləri də həyata keçirir. Xaricdə təhsil proqramları üzrə müraciətlərə də müştərilərə dəstək verilir. Onu da qeyd edim ki, Saf Travel'da daxili kreditlə də səyahət edə bilərsiniz. Peşəkar komandamız hər bir səfərin rahat və unudulmaz keçməsi üçün çalışır. Saf Travel MMC səyahətinizi peşəkarlara etibar edin. Magazin Plus'tan yeni haber var. Tural Avtoservis 023-ün rəhbəri, avtomobillər üzrə ekspert Tural bəy bu dəfə elə açıqlamalar etdi ki, gündəm alt üst olacaq. Magazin Plus'tan yeni haber var. Qonağım Tural Avtoservis 023-ün rəhbəri, avtomobillər üzrə ekspert Tural Usta. Tural Usta, xoş gördük sizi. Elə ilk sualla sizə müraciət edəcəm. Avtomobilin orijinal ehtiyat hissələrini necə ayırd etmək olar? Buyurun. İstehsalçı tərəfindən təsdiq olunacaq bir ehtiyat hissələr olmalıdır. Üstündəki qir-kod oxunmalıdır. Çəki baxımından biraz çəki ağır olmalıdır. Yazısı səliqəli şəkilində, qiymət baxımından fərqli olmalıdır. Bir balaca qiyməti üstün olmalıdır ki, biz onu aid eləyə bilək ki, tam orijinal və neorijinal olacaq məhsulları aid eləyə bilək ki, bu məhsullar həqiqətən də orijinal sayılır.
Bu bütün avtomobillərə aiddirmi? Məsələn, motosikletmi deyə, motormu deyə və yaxud da avtomobil kənd təsərrüfatına istifadə olunan texnikalar hər birinə mi aiddir? Texnikaların hər birində tam orijinal və orijinal olmayan ehtiyat hissələri olur. Fərqi yoxdur o. 2 təkərli də olsun, 4 təkərli də olsun, kənd təsərrüfatı istehsalçı avtomobilləri olsun, texnikaları olsun, bəli. Onun heç bir fərq etmir. Hər birində biz hansısa bir satış mərkəzlərinə yaxınlaşanda orada bildirirlər ki, bunlar tam orijinaldır və orijinal olan ehtiyat hissələrinin qiyməti digər olacaq ehtiyat hissələrindən çox fərqli olur və zəmanət baxımından da daha yüksək olur. Hansı ehtiyat hissələrinə zəmanət verilir? Mayelərdir, zəncirdir, beləsinə deyim sizə ki, remenlərdir, qayışlar belə deyim. Bunların zəmanəti olmur, amma bəzi özünə güvənli olacaq salonlarımız var ki, servislərimiz var ki, bizdən ehtiyat hissəsini alın, bizdən də zəmanət alın. Hər birinə zəmanət verilir. Demək olar ki, sizin servisdə bütün ehtiyat hissələrinə zəmanət verilir. Bəli, Ancaq əslində olaraq elektronikaya heç yerdə zəmanət yoxdur. Bizim servisdən, mən Tural Usta olaraq bizdən hər hansı bir ehtiyat hissəsini əldə edərsinizsə, onun zəmanəti tam 100% şəklində verilir. bəs zəmanət üçün şərtlər nədir? Zəmanət üçün şərtlər ondan ibarətdir ki, siz bizdə avtomobilinizi təmir etdirirsinizsə, məndən alınacağı parçanı, həmənki ehtiyat hissəsini biz sizə təqdim edəcəyik və zəmanəti də özümüz vermiş oluruq. Və hansısa bir belə izah edim sizə ki, təmirlə bağlı, işinlə bağlı stajı olmayacaq bir mərkəzlərə yaxınlaşırsınız. Orada sizin avtomobilə hansısa bir xidmətlər göstərilir. Fərqi yoxdur, siz ora artıq orijinal və neorijinal olacaq, zəmanətli və zəmanətsiz olacaq məhsulları aparırsınızsa, orada usta görəcəyi işdə nəticə yoxdur. Və yaxud da diaqnoz düzgün qoyulmadığı üçün və ora hansı bir zəmanət ehtiyat hissəsini aparmağı böyük bir fərq etmir. O yüzdən də müştəri baxımından xərcə düşür və müştəri ilə usta ilə məhsulu satan iki insanların arasında problemləri yaşayan əlbəttə ki, maşın sahibi olur. Ona görə bugünkü gündə artıq maşın sahibləri, sürücülərimiz artıq bunları başa düşürlər ki, biz maşını harada düzəltdiririksə, parçanı da oradan almalıyıq. Ehtiyat hissəsi də oradan alınmalıdır ki, mən zəmanətimi Tural Ustadan alım ki, siz bizə məhsul verirsiniz, qarantində siz verirsiniz ki, sizin maşında hər hansı bir problem yaranarsa, bizə yaxınlaşarsınız. Və zəmanət verildiyi hal ki, necə, hansı şərtlərlə verirsiniz, çek, belə deyim, talon verilir, ehtiyat hissəsi alındığı halda və servislərdə var ki, bildirilir ki, xəbərdarlıq lövhəsi olaraq ki, servisdə görülən işlərin zəmanət talonunu tələb edin. Bütün müştərilərə bu yönləndirilir ki, bunları tələb edin. Və onun da qarşılığında və alınan ehtiyat hissələrinin zəmanət talonunu tələb edin. O halda artıq müştərilərin heç bir problemləri qalmış olmur. Saxta ehtiyat hissələrini necə tanıyaq? Onu tanımaq bir o qədər asan deyil, amma onu tanımağın bir neçə yolları var ki, bəzi yağlar var ki, misal olaraq çəkirəm, onların üstündə digər eyni ölçüdə, eyni kvadratda yazı yapışdırırlar ki, həqiqətən də neorijinallığı örtmək üçün, gizlətmək üçün. Qablaşdırmada problemlər olur. Qırkodlar var onların üstündə. Onu oxumaq mümkün olmur. Qırkodu vuranda, misal üçün biz almışıq avtomobilin şamlarını, mən qırkodu oxuduram, gəlir su qovucu çıxır. Başqa bir ehtiyat hissəsi çıxır. Soruşanda bu nədir? Orada səhvlik olub. Əslində amma sadəcə olaraq görünüş üçün olaraq biz ora qırkodu yerləşdirirlər ki, orada qırkod olsun ki, müştəri görsün ki, bunun üstündə qırkodu var. Çox insanlarda bəzən də orta nəsil nümayəndələri, orta nəsildən yuxarı olacaq nümayəndələr var ki, onlar məhsul alanda heç onlarla maraqlanmırlar.
bəzi insan. Amma indi maşallah olsun, günü-gündən elə inkişaf edirik ki, artıq gənc nəsillərimiz elə şeylərə daha çox maraq göstərmək olur ki, biz onda nə araşdırmalıyıq ki, həqiqətən də bunu biz tam zamanətlidir, yoxsa yox. Bir də çəkisindən iki eyni məhsulu, hər ikisi eyni funksiyanı yerinə icra edəcək bir məhsulu götürəndə digərinin o birisindən, yəni saxta malın orijinaldan daha yüngül, çəki baxımından daha az olmağını hiss etmək mümkündür. Mümkündür, bəli. Yağ dəyişmə. Ümumiyyətlə, yağ dəyişmə intervalı neçə kilometrdən sonra olmalıdır? Yağ dəyişmə intervalı bildiyiniz kimi sintetik olmayan yağlarımız var ki, onlar avtomobillərə uyğun olaraq, modelə uyğun olaraq dəyişir və yanacağa əsasən də olaraq yanacaqlar da yağın dəyişməsinə probeqinə əsasən olaraq hesablanır. 5000 kilometrdən 7000 kilometrə qədər, 8000 kilometrə qədər yağların dəyişməsini tövsiyə edirəm və naməlum olacaq yanacaq doldurma məntəqələrindən yanacaq vurulmamağını məsləhət görürəm və siz əgər avtomobilin ilinə uyğun, markasına uyğun yağ tökmüsünüzsə, hibrid olan avtomobillərdə misal üçün tökmüsünüzsə, 5-7 min kilometr arası yağın dəyişməsini tövsiyə edirəm və yüksək oktanlı yanacaqla əlbəttə ki, avtomobilimizi idarə ediriksə. Usta, Bəli. dizel maşınları və benzinlə işləyən maşınlar, yəni dizel mühərrikli və benzin mühərrikli, bunların fərqi varmı yağ dəyişmədə? Əlbəttə, hər birinin öz mühərrikinə görə ümumiyyətlə dizel benzindən getmir. Yəni, hətta hibrid olacaq, plug-in hibrid olacaq, sıfır elektrik olacaq avtomobillər var ki, hər avtomobilə görə yağ dəyişmədə seçilir, dəyişilir, fərqli olur. Yəni, o interval necə dəyişir? O interval 5000-dən 7000, 7000-dən 10000, 12000 artıq ona avtomobilə görə hesablanılır. Təşəkkür edirəm, çox sağ olun. Çox maraqlı və çox gözəl açıqlamalar oldu. Onu da qeyd edeyim ki, avtomobillər üzrə ekspert, Tural Avtoservis 023-ün rəhbəri Tural Usta qonağımız idi. Görüşəcəyik. Lipofiling və liposaksiya əməliyyatlarından sonra reabilitasiya dövrü necə olmalıdır? Plastik estetik cərrahların etdikləri səhvlər. Elə bütün bunlar haqqında plastik rekonstruktiv estetik həkim, cərrah, uzman cərrah Talih Qasımov danışacaq. Qonağımız Talih Qasımovdur. Plastik, rekonstruktiv, estetik, uzman həkimimiz. Artıq nəinki ölkədə, artıq dünyada işi ilə, bəli, işi ilə, peşəsi ilə səs salan uzman həkimimiz. Xoş gördük sizi Maqazin Plus'da. Tamaşaçı suallarımız, daha doğrusu Instagram'a gələn suallarımız, lipofiling əməliyyatı və abdominoplastika. Mən bilirəm ki, sizin özəl, öz baxışınız var. Xəstə istəmirsə bu əməliyyatı, məsələn, diastazı yoxdursa, dərsdə imkan verirsə liposaksiya icra olunsun. Məsələn, sizin özü abdominoplastika da etmək olardı. Bəli, amma eləmədik. Abdominoplastika etmədik. Çünki burada önəmli nədir? Baxırıq, dərinin, bu cərrahın təcrübəsi burada önəmlidir. Hər kəsə abdominoplastikaya yönləndirmək olar. Qarın gəlmə olar, kəssin. Bəlkə asandır ona görə. Daha asandır və burada belə bir şey var. İlla ki, bilin, baxın, bir şey deyəcəm. İlla ki, bu görüntünü daha çox Məsələn, liposaksiya icra edirik, bir yerə qədər incəldirik. Amma bu dəri dartma işləmində də vücudu formalaşdırırlar. Dərini içəri yığmaqla, dartmaqla əcayib görüntülər çox vaxt elə ortaya çıxır. Yəni, mən o əcayib görüntülər bunu məqsədli şəkildə edənlər də var. Yəni, bu gün cəmiyyəti, yəni, məsələn, liposaksiya göstərişi olan xəstəni qarın gəlmə icra edirlər. Halbuki bu heç ana olmayıb. Hamiləlik keçirmir, bunun abdominoplastika keçirmir. Göstəriş yoxdur əslində. Liposaksiya edə bilər. Yəni, onu illa ki göstəriş üçün ki, bunu görsünlər, bunun formasını falan. Görmək üçün də marketing tərəfindən çalışırlar, bunun cəmiyyətimiz üçün belə. Yəni, bax, əsas önəmli olan odur ki, göstərişlə, tibbi göstərişlə ona uyğun əməliyyat elə. Pasient məsələn, ikna edə bilər. Deyə bilər ki, yox, məni abdominoplastika ilaki etməlisən, orada da durmalısan, etməməlisən. Yəni, əgər liposaksiya qutarırsa, düzgün görüntü əldə olunursa, məncə onunla da kifayətlənmək olar. Yəni, burada yönləndirmələr, işin
İşi bilmək lazım. Artıq bilmək yox, işin göstəriş tərəfi qalır. Bir tərəfdə artıq biraz da daha çox marketin görüntü. Amma o qəşəng görüntü deyil axı doktor. Həqiqətən də o əməliyyat olunan adam elə görsənir ki, korsetlə gəzir. Yəni dəridən korsetlə gəzən kimi o qədər belə sıxılır, boğulur. Korset taxıb gəzənlər də var. Həqiqətən çox pis görsənir. var. Yəni belə həkimlərdən mi bizə Allah qorusun mu deyim? Yəni bizi yox. Məsələn də indi ağıllı adamlar öz seçimlərini ağıllı şəkildə eləyirlər. Amma mən də məsləhət görərdim ki, hər kəs seçimini düzgün eləsin. Ona görə ki, bu ancaq görüntü deyil, gözəllik deyil, həm də sağlamlıqdır. Biz buradan deyirik zaten, seçim deyirik pasientindir, pasient seçimidir. Amma siz düzgün yolu göstər, pasient ikna etsə artıq həkim vicdanına qalır. Bıraxır həkim vicdanına ki. Amma mən düşünürəm ki, peşəkar həkimlər çox bugün günümüzdə, peşəkar həkimlər düzgün yanaşırlar, düzgün yanaşım. Tibbi göstərişlərə ən azından riayət edirlər. Ancaq, yəni əfsuslar olsun ki, hərənin qapısına bir dənə plastik cərrah sözü yazılır. Hər kəsin. Yəni hətta kosmetoloq belə artıq plastik cərrahlıq eləyir. Doğrudan elədir. Ağız, çənə cərrahı, gözaltı, gözüstü dərini götürür. Bu necə ola bilər? Yəni ola bilər belə şey. Var, yəni mənim öz ətrafımda da var belə hadisələr, amma məncə düzgün deyil yəni. Düzgün deyil. Biz yenə deyirəm, biz yəni millətimizi, xalqımızı ilk öncə peşəkarlar düzgün müayinə insandan yana müayinə getməyə çağırırıq. Girərsən içəriyə müayinə olunarsan, təbii ki, səni əməliyyat etməsə, göstərişlər olmasa, o başqa mövzu. Ancaq 3 peşəkar yanına getdim, məni götürmədi, getdim 4-cü əməliyyat olundum. Bu o deməkdir ki, 4-cü əməliyyat olundumsa biz heç bilmirik, peşəkar heç bilmirik. Hayır, belə bir şey yoxdur yəni. Sadəcə olaraq biz inan ki, çox xəstə görmüşük yəni. İnanın çox görmüşük. Biz sadəcə Azərbaycanda yox, Azərbaycan kənarında xəstə görmüşük və biz inanın ki, daha çox mütəxəssislərin yanında mütəxəssislərin etdiyi hərəkətləri görmüşük. Yəni, mən məsləhət görərdim ki, bizim gənclər də, rezident olub bitən gənclər də mütəxəssislərin yanında, ən azından o mütəxəssislər bir mütəxəssislərin yanında yetişib. Yəni, mən çox xoşbəxt özümü hiss edirəm ki, akademiya məzunuyam, hocalarıma da çox dərin təşəkkür edirəm ki, yəni ki, biz yetişmişik, məktəb görmüşük. Mütəxəssis, yəni bizim rezidentlərə də, tələbələrə də dəvət edirəm. Yəni, gəlin ən azından biz heç kimi geri çevirmirik. Gəlin, ən azından danışımızı dinləyin. Xəstəyə yanaşmamızı dinləyin. Baxın, yəni, belə şeylər. Bunlar çox önəmlidir. Xalqımız da ancaq, yəni, məsələn, bu gün yanıma gəldi, sizdən ekspertiya xəstəsi gəlib. Biz səhiyyə ekspertiya xəstəsi gəlib. Deyir ki, mən bu əməliyyatı icra etmişəm. Qeyri-peşəkar icra edib. Yəni, bu əməliyyatı icra edə bilməz. Baxıram, əslində edib bir yerlərə qədər. Deyir ki, mən buralarım xoşuma gəlmir. Bir hissələrim xoşuma gəlmir. Deyirəm, amma zamanımız üçün düzgün əməliyyat edib də. Deyir, yox, çox geniş olmuşam falan filan belə. Çox hamı mənə baxır. Zəmanəmiz üçün. Və də, zəmanəmiz üçün. Çöldə hamı mənə baxır. Mən istəməm belə olum, iş yerim var falan filan belə. Deyir, hətta siz mənə deyirsiniz ki, hər şey yaxşıdır, normaldır. Təbii ki, bugün qarın gəlmə əməliyyatı icra olunub, normaldır. Yəni, amma bu insana çoxlu yağ köçürdüblər, çox dərd artması icra ediblər. Yəni, xoş görünmür. Deyir ki, mən 5 dənə plastikçilərin yanına getdim. Onlar hamısı mənə deyir ki, bu düzgün icra olunmayıb. Gəl səni təzədən əməliyyat edeyim. Soruşam kimlər, ümumiyyətlə onların heç belə deyil, bugün icazəsi olmayan kimlər. Hamısı deyib ki, gəl sən, mən amma deyirəm ki, sən əməliyyat etdirəsin, yoxdur, zamanı üçün düzgün əməliyyat olmuşsan. Amma doğrudan mı elədir? Yəni zamanla oturacaqmı yerinə? Oturmayacaq. Artıq odur yəni. Yəni, mən... Sadəcə psixoloji təsir eləmək istəyirsiniz ki... Mən ona deyə bilmirəm ki, yəni düzgün sənə əməliyyat etməyiblər. Artıq yəni, çünki zamanımızda bu insanlar çoxdur. Biz bunu hələ gələcəkdə nə fəsad olacağını da biz bilmirik. Lipofilingin. Lipofiling olsun, dərd atmaların çox olsun. Hətta nekrozlar var, göyərmələr var. Dərin də bir yerə qədər dartılma şey var. Yəni, bunların gələcəyin nə olacağını da bilmirik. Bir maqazin pürsünü aparıcı kimi xahiş edirəm ki, siz tez-tez efirlərə çıxın. Mən bilirəm, zamanınız yoxdur. Doğrudan zaman kısıtlaması yaşayırsınız. Siz xaricədə gedirsiniz, gəlirsiniz. Hələ də mən bilirəm ki, siz yenə də oxuyursunuz. Bax, onu da bilirəm.
Əlbəttə. dil öyrənmə falan. Əməliyyatlarınız da maşallah Allah daha bol eləsin, daha çox adam gözəlləşdirin. Amma mütləq şəkildə efirlərdə görün niyə? Ona görə ki, sizin kimi peşəkarlara çox böyük ehtiyac var. Siz danışmalısınız. Siz artıq, yəni əməliyyatlarla artıq eləyə biləcəklərinizi göstərdiyinizin, yəni ən level bəlkə 10-100-ünü artıq eləmisiniz. Siz artıq danışmalısınız. Yeni nəsil üçün danışmalısınız. İnsanlar üçün danışmalısınız. Qoy insanlar yaxşını pisdən ayıra bilsinlər. İnsanlar düzgün seçim edə bilsinlər. Biz sizi hər həftə efirimizdə gözləyirik, doktor. Çox sağ olun, təşəkkür edirəm. Mən də çalışaram ki, iştirak Bu bir edim. xahişdir. Təşəkkür edirəm. Çox sağ olun. Yaxşı ki gəldiniz. Yaxşı ki bugün Maqazin Plus'da bizdən oldunuz. Onu da qeyd edeyim ki, Maqazin Plus'un bu dəfəki qonağı çox dəyərli dostum, çox gözəl həkim, artıq heç bir tərifə ehtiyacı olmayan, reklama ehtiyacı olmayan əl işi onun tanıtımıdır. Plastik, rekonstruktiv, estetik uzman həkimimiz Taliyə Qasımov. Magazin Plus'tan yeni haber var. Maqazin Plus plastik, rekonstruktiv, estetik həkim cərrah Taliyə Qasımovun baş sponsorluğu, Saft Travel və Tural Avtoservis 023 sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Taliyə Qasımov. Verilişin sponsorları Tural Avtoservis 023 və Saft Travel.